Salam, hər vaxtınız xeyirli olsun. Safiye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə iftara hazırladığım çox asan və çox da ləzzətli şorbanı necə hazırladığımı bölüşmək istəyirəm. Əgər maraqlıdırsa, keçək hazırlamağa. Öncə tavaya yağı əlavə edirəm və yağımız əridikdən sonra içərisinə xırda-xırda nazik olacaq şəkildə doğradığım kökü əlavə edirəm. Mən doğramağı sevirəm. Arzu edənlər sürtkəcdən də kökü keçirdə bilərsiniz. Və kökü yüksək, qazın yüksək xodunda 2-3 dəqiqə ərzində qovurduqdan sonra üzərinə xırda-xırda doğradığım bir orta boy ölçülü soğanı əlavə edirəm. Bəzən xanımlar şorba üçün soğanı biraz daha çox qızardırlar, yəni qırmızı hala gələnə qədər. Mən o formada şorbaları soğanı qızartmağı sevmirəm. O zaman yeməyin rəngi həm tünd olur, həm də dadını o cür sevmirəm. Yəni siz arzu edənlər qızarda bilərsiniz. Və hər iki tərəvəz biraz qovrulduqdan sonra üzərinə bir ədəd xırda ölçülü biber əlavə etdim. Əgər sizdə olarsa rəngli biberlərdən əlavə edə bilərsiniz. Və indi tərəvəzlərin üzərinə sadəcə bu tərəvəzlərə görə duz əlavə edirəm. Çünki mən şorbanı toyuğun bulyonunda hazırlayacağım. Bulyonunda duzu var. Onu nəzərə alıb duzu az əlavə etdim. Və gözləyirəm ki, tərəvəzlərimiz biraz ölsünlər və yağa düşsünlər. Gördüyünüz kimi artıq tam yağa düşüb və indi bu mərhələdə içərisinə 2 orta boy qabığı soyulmuş pomidoru xırda-xırda doğramışam. Arzu edənlər qeyd etdiyim kimi sürtkəcdən də keçirdib əlavə edə bilərsiniz. Tomat pastası da əlavə edə bilərsiniz. Ancaq mütləq pomidor və ya tomat pastası olmağından asılı olmayaraq mütləq yağa düşənə qədər bu cür tam qovururuq. Və tərəvəz qarışım hazırdır. Mən saxsı qazanda hazırlayacağıma görə qazana çox da qaynar olmayan toyuğun bulyonunu əlavə edirəm. Qeyd edim ki, bulyonu süzmüşəm. Və içərisinə kartofu əlavə edirəm. Bulyonun suyu biraz bulyon az olduğuna görə mən üzərinə biraz da su əlavə edirəm. Əgər bulyonla hazırlamayacaqsınızsa və normal qazanda hazırlayacaqsınızsa, yəni burada mən qarışımı qazana əlavə edirəm. Çünki bu qazana qaynar su əlavə etmək olmaz. Alıb istifadə edənlər bilirlər. Ancaq siz normal qazanda hazırlasanız, yəni bu qarışımın, tərəvəz qarışımının üzərinə öncə biraz soyuq su əlavə edirsiniz. Hardasa bir yarım stəkan qədər. Daha sonra yeməyinizə qaynar suya əlavə edin ki, şorbanızın rəngi gözəl olsun. Və qapağı ağzına örtürəm. Gözləyirəm ki, yeməyimiz qaynasın. Burada mən yeməyi qarışdırıram ki, üzünə yığılan tərəvəzlər aşağı insin və mən yeməyin üzünə yığılan köpüyü yığıram. Yeməyin yağı getdi deyib fikirləşənlər, burada qətiyyən yeməyin yağı getmir. Ancaq yemək öz artığını üzə çıxartdığına görə necə ki ətin kəfini yığırıq, mütləq bu kəfi yığmaq lazımdır. Artıq kəf tam yığıldığına görə indi mən təkrar qazanın qapağını ağzına qoyuram və gözləyirəm ki, kartoflarımız biraz yumşalsın. Yəni tam bişməsin, biraz yumşalsın. Və biraz yumşaldıqdan sonra içərisinə öncədən diddiyim toyuq ətinə əlavə edirəm. Yəni mütləq deyil ki, toyuq əti ilə hazırlayasınız. Bu şorbanı mən ətsiz də, yəni bulyonsuz da, normal su ilə də hazırlayıram xanımlar. Hər zaman əlimizin altında bulyon olmaya bilər, evdə ət olmaya da bilər, ancaq yemək hazırlamaq lazımdır. Yəni siz də eyni qaydada. Və burada artıq mən yoxlayıram ki, kartofumuz tam yumşalıb, bişib və indi üzərinə mən bu cür xırda vermişel əlavə etdim. Yəni siz arzu etdiyiniz makaron çeşidlərindən istifadə edə bilərsiniz. Yəni bu vermişel tez bişdiyinə görə
Yəni bunu çox qaynadıb bişirmək ehtiyac deyil. Əgər siz digər makaron çeşidlərindən istifadə edəcəksinizsə, o zaman biraz daha çox bişməyə ehtiyacdır. Burada mən sadəcə yemək qaynara düşənə qədər qapağını örtürəm. Yemək qaynadıqdan sonra artıq üzərinə, yəni vermişilin bişməyi üçün əlavə qaynatmıram. Göyərtini əlavə edirəm. Saxsı qazan biraz özü bişirəcəyinə görə mən artıq göyərtini əlavə edirəm. Qazın altını söndürürəm və qapağını ağzına qoyuram. Ancaq siz normal qazanda hazırlasanız, o zaman 2-3 dəqiqə vermişiniz bişdikdən sonra üzərinə göyərtini əlavə edib və mənim etdiyim prosesi təkrarlayacaqsınız. Burada həm qazanın istisindən, həm dəmirin istisindən çox qaynamasın deyə mən yeməyi dəmirin üstündən götürdüm və gördüyünüz kimi artıq yeməyimiz çox gözəl, vermişillərimiz də yumşalıb, hazırdır. Artıq yeməyimizi servis edə bilərik. Bu qədər asan və həqiqətən iftarda çox ləzzətli şorbamız oldu. Siz də eyni qaydada hazırlayın. Əminəm ki, siz də çox bəyənəcəksiniz. Allah hər birinizdən tutduğunuz orucları, etdiyiniz yaxşılıqları qəbul etsin. Məndən isə bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Videonu bəyənərək kanalıma abunə olaraq mənə dəstək olan hər kəsə öncədən təşəkkür edirəm. Sağ olun, Allah'a əmanət olun. Gələn videolarımda görüşənədək.